Yok yardımcım. Giyime tapana maşın hədiyyə eləyəcəm. Öz gözümlə canlı görməsəydim inanmazdım. Mən elə bilirdim ki, Badamdar ərazisində oturub əyləşməyə dadlı dönər yeri yoxdur. Amma səndimə Qoçatın burada da bir şöbəsi var imiş. İlk İskəndər dönərlə başladıq. Nə yalan deyim, adama od qoydu. Üzərinə əlavə olunan sos dönərə o qədər dadlı tam vermişdi ki, dönəri sevməyən insan belə ləzzət alacaq. Digər seçimimiz böyük porsiya plov üstü dönər oldu. Bunun dadını sözlə tərifləmək yetməz. Ətə haqsızlıq etməyib, haqqını verərək bişirmişdilər. Məkanda özlərinin hazırladığı ev sayağı limonadlar belə möhtəşəm idi. Burada həm də toyuq dönərin olduğunu mənə dedilər. Nə yalan deyim, mən toyuq ətini çox sevmirəm. Lakin şansımı sınadım. Usta ət o qədər şedir qoymuşdu. İstifadə elədiyi sos isə dönərin dadını 1-ə 1000 artırmışdı. Dönərləri və yaxud da digər yeməkləri 16.75 vasitəsilə sifariş edə bilərsiniz. Məkan təmizdir, sakitdir, işıqlıdır. Özümüzün yerli brendidir. Bütün ətlər də halaldır. Ona görə can rahatlığı ilə gedə bilərsiniz.